Hamıya sağ olsun, mən buraya qarşınızdayım. Bugün sizinlə bir çəkiləm. Baxın, bugün Lego velosiped yığacaq dostlar, görürsünüz. Gəlin bunu açaraq başlayalım görməkə. Yığacağım, sonra göstərəcəm. Baxın, belədir, parçalıqlardır. Kitabçasıdır içində. Bu olan eşyalardır. Beləsini sadə görünür. Ben içində nə bilək. Baxın. Onun isə bunun bekərləri var. Nakleyakası və sonuncu xırda parçacıqlar. Gəlin başlayaq birinci kitabçadan. Yavaş-yavaş açaq bunları. Baxın, beləsinidir. Bunları salacaq buralarına. Bunu belə salırıq. Buradan baxın, beləsinə buranı salacağım. Bu hissəsi geddi, gördünüz. Bunları mən düzəltəcəm, dostlar, sizə göstərəcəm. Dostlar, baxın, indi isə keçdik. Düz bir gündən sonra sizinlə yenə də qarşılaşacağım dostlar. Yəni bu velosipeddə gördüyünüz kimi bu velosiped, baxın dostlar, mənim düz bir günümü aldı. Bir günümü aldı deyəndə, yəni bunun hansı dayanmadan gedir, dayanmadan işlədim dostlar bu velosipedə. Baxın, çox gözəldir, gedir hal-hazırda. Dayağı da burada ayaq saxlamalı. Yəni bunu mən sizə buradan dostlar oğlanlar bilər, bu setdir dostlar. Sürərkən gedir. Qızlar da bilər, yəni velosiped sürənlər, daha çox velosiped sürənlər. Bunların dostlar hamısı bitcə-bitcədir. Yəni hamısı bir-birdir ya. 39 dənədir bundan. Hamısını birləşdirsən, düzəltirsən. O birisi videolarda dediyim kimi dostlar, yəni bunun hamısının düzəltdirməsi suvenir deyil, almamışam yəni. Suvenir deyil dostlar, baxın. Yəni bu da hamısı bitcə-bitcə. Şaşkın buna hazırda. Yəni belə bir şeydir. Dostlar, bəziləri məsəl üçün görür bunu, məsəl üçün bəzi insanlar da deyir ki, bu nədir ki, bunda düzəltməyə nə var? Amma çox çətin işdir dostlar. Bir gün, yəni bir gün sən buna sərf edirsən, yəni günü 24 saat, sərsi günündə bir 6 saat falan da belə. Gördüyünüz kimi belədir, qəşəng dostlar. Amma əslində bunu dostlar belə suvenirləri satılır. Kim istəyirsə gelib ala bilər. Suvenir yerlərində dostlar. Baxın. Bu da oturacaq yeridir. Dal qabaq dəkərləri. Burada dostlar bunun rəngləri də var. İstəsəz gedib ala bilərsiniz. Dostlar burada mən bir şey göstərəcəm sizə. Burada məsəl üçün mən bunu düzəltərkən çox çətinlik çəkmədim. Yəni buralarda bir çəkdim ki, ən çox bu hissədə oldu. Yəni bunun sepini birləşdirmək, ondan sonra bunun içliyi, bu deşərin dönməsi üçün pateniklər, ondan sonra oturacaq, pedallar, dəncə, ondan sonra hər bir şey çox çətin idi dostlar. Gördüyünüz kimi bu videomuzda dostlar, gəlin gördüyünüz kimi belədir. Yəni bugünkü videomuz da yəqin ki maraqlı oldu, sevdiniz. Belədir dostlar. Bu videonun axırına qədər baxdınızsa sizə təşəkkürlərimi bildirirəm, sizi sevirəm. Sağ olun, salamat qalın. Bugünlük bu qədər.